Geyimimiz, hüququmuz biridir, şagirdidir. Sinif niyə boşdur? Bəxtiyar müəllim, bizim müdavimlərimiz hardadılar? Toğurdan, bəlkə Nicat bəy bilər. Soruşaq. Aslında dərsdə olmalıydılar. Nicat bəy, zəhmət olmasa yaxınlaşardın. Nicat bəy, hanı bəs sinif boşdur, müdavirlərimiz yoxdur axı? Müəllim, bəs bilmirsiniz? Onlar hamısı dərsdədirlər. Hanı bəs Nicat bəy, sinif boşdur axı? Bəxtiyar müəllim, onlar öz dərslərindədirlər. Necə yəni öz dərslərindədir? Gülər müəllimə, siz bir şey başa düşdünüz? Doğrudan mı? Müəllimə, Bəli. gəlin belə eləyək. Siz həmin müəllimlərin adlarını çəkin, onlar özləri desin hardadılar. Düzdür, başlayaq adlarını çəkək, özləri desin hardadır. Mustafayeva Nigar. 104 nömrəli tam orta məktəbdə fizika müəllimi. Bakıxanova Fidan. Burada 123 nömrəli tam orta məktəbin təsvirci sənət müəllimi. Qəhrəmanova Fatimə. Mən burada 87 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Mustafayeva Firəngiz. Burada 161 nömrəli tam orta məktəbdə musiqi müəlliməsi. İsrafilova Xəyalə. Burada Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində informatika müəllimi. Məmmədova Gülər. Burada Tərtər rayonu Borsunu kənd tam orta məktəbi texnologiya müəlliməsi. Vətənli Gülgün. Burada Markız Hacıyev adına tam orta məktəbdə ibtidai sinif müəllimi. Babayeva Təxminə. Burada Füzuli rayon 40 nömrəli məktəb. Sayadova Xəyalə. Burada Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində ixtisas fən müəllimi. Rəhimli Nigar. Burada Gədəbəy rayonunda Azərbaycan dili müəllimi. Qasımova Banu Çiçək. Burada 172 sayılı məktəbdə ibtidai sinif müəllimi. Əmir Əhmədli Ləman. Burada Xızı məktəbində fizika müəllimi. Abdullayeva Aysel. Burada Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbində biologiya müəllimi. Hacıyeva Sara. Burada 160 nömrəli klassik gimnaziyası. Bəhrəmova Arzu. Burada Kəlbəcər rayon 43 saylı tam orta məktəb riyaziyyat müəllimi. Əhmədova Zümrüd. Burada Abşeron rayonu Məmmədli kənd tam orta məktəbi. Salmanlı Ülviyə. Burada 171 sayılı tam orta məktəbin ingilis dili müəllimi. Xammədova Lamiyə. Burada 168 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi. Yunusova Aygün. Burada 118 nömrəli məktəbdə texnologiya müəllimi. Zamanova Xəyalə. Burada Yeni Çobankərə kənd məktəbi ibtidai sinif müəllimi. Maksudova Çimnaz. Burada 289 sayılı Zəngi liseyi ingilis dili müəllimi. Abdullayeva İlahə. Burada 87 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi. Əliyeva Səkinə xanım. Burada 172 nömrəli tam orta məktəbdə musiqi müəllimi. Gülər müəllimə, elə bu? Əlbəttə ki, yox. Arxamızda buraxdığımız böyük bir müəllim ordusu var. Sadəcə olaraq hamısının adını çəkməyə zamanımız çatmaz. Bəli müəllimlər, siz də bu şərəfli peşənin sahibi olmaq, müəllim adını qazanmaq istəyirsinizsə, Bakı Peşəkarlar Akademiyasına müraciət edin. doğru seçim uğurun təməlidir.